Azərbaycanın dilbər güşələrindən biri sayılır. Birincisi olduğu, Qazax rayonunun dünya böyük tarixi şəxsiyyətlər dərs eləmiş, Qazax rayonunun İncədərəsində Kəmərli kəndində məhz İsmail əminin doğulu Filiya ulaşdığı bir kənddə oldu. O yerlərə mən öncə rəhmətli İsmail əminin danışdıqlarımla, mənə çatdırdıqlarımla kifayət qədər məlumatım vardı. Mən hardasa Sovetlər vaxtında 84-cü ildə Qazax rayonunun İncədərəsinin Qaymaqlı kəndinə qədər getmişdim. Çox təəssüflər ki, Kəmərli kəndinə keçmədim. Allaha bugünkü gündə qurban olum. Mənə nəsib oldu. Amma bundan öncə İsmail əmi kifayət qədər mənə o kənd haqqında, o kəndin toponimləri haqqında, o kəndin çayı haqqında, İncədərəsi hansı çaydan götürülür, nə ilə bağlıdır, o kəndin adı hansı tarixlə bağlıdır və birbaşa bir də mənim xatirimə hardasa 90-ın, 91-ci illərin ağır günləri gəlir. Mən cəbhə bölgələrində bir əlimdə vayenli çantası, bir əlimdə dəftər qələm, göğrümdə çəkiliş qrupu, hardasa bu dəqiqə sol qolun üzərində oturan Viduni gəldi düşdü. Bir də ən gözəl mənə o məqamlar, mən onu xatırladıram ki, orada istər cəbhədə, istərsə də o kənd cəmaatının mənə dediyi bir söz mənə böyün də yadımdan çıxmayıb və ölənə qədər çıxmaz. Orada dedilər ki, burada bir kişi var, dəyirman qrup. O vaxtı siz də bilərdiniz, yadınızda olan müasirimiz bizim hər birimizin də xatirindədir ki, 90-cı, 91-ci il biraz ağır bir həyat keçdi. O devirdə İsmail əmi orada bir dəyirman qrup, o kənd cəmaatını, o üç kənd cəmaatınla əlavə gəllərimizə, keçənlərimizə hardasa bir isti-təndir çörəyinin verilməsi məhz İsmail əminin dəyirmandan öyülüb gedən o kişidir. Çünki o dəyirmanın təri, suyu, tərləri bu dəyirmanın daşı, o çarxı fırlanır, o nə eləyir? Nənələrimizin əllərində xəlbində keçməsəydi, o isti çörəyi o salqatlarında çatdırmazdılar. Bu kəndə, bu elə bu o qədər mən məftun oldum ki, sadəcə Oktiyabr ayının 10-unda vaxtı ilə ürəyindən, qəlbimdən keçən güzlər gün misralar gəldi, Kəmərli kəndinin özündə alındı. Belə bir şeir yazdım ki, nə möcüzə, bu nə sirdir. Nələr gördüm Kəmərlidə. 100 yaşında qocaları gülər gördüm Kəmərlidə. Mahal belə olsun gərək, dağa dönür burada ürək. Bir-birinə arxa kömək yerlər gördüm Kəmərlidə. Yerdə gəzən, göydə səkən, gül becərən, çiçək əkən, saray quran, qəsr çəkən əllər gördüm Kəmərlidə. Qeyrət üstə burada bəzən, yəni Qazağa gələndə qeyrətin olsun. Qeyrət üstə burada bəzən, haqsızlığa kimdir dözən? Qarış-qarış kərəm yazan çöllər gördüm Kəmərlidə. Hara baxsan, xalça, xalı, ləhcələri beşə balı. Dövlət dilimiz iki dənə böyük dahinin yazdığı dillə təsdiq olundu. Hörmətli prezidentimiz, o öndərimiz Heydər Əliyev və məhz buna möhür bastı ki, Vaqif Ələsgər necə danışıbsa, bizim dövlət dilimiz odur. Hara baxsan, xalça, xalı, ləhcələri beşə balı, ötüb keçən çox mənalı illər gördüm Kəmərlidə. Doğrudan da orada həyat çox mənalıdır. Ustadların xanı deyən, havacatın canı deyən, Aşıq Cəlal hanı deyən illər gördüm Kəmərlidə. Ay Həsənli, saxla sərdə, saz şərikdir qəmə, dərdə, o püskürən pərdə, illər gördüm Kəmərlidə. Kəmərdə kimləri yetişdirməyib, Kəmərli dünyaya nələri bəxş eləməyibdir. Və bir şey unutmaq lazım deyil ki, hələ Səməd Vakilovun devrindən Qazax Seminarlar Məktəbi, Qazax təhsili, Qazax ziyalıları, Qazax mədəniyyəti, Qazaxın poeziyası Azərbaycanın bütünlüklə təmsil edən bir ətrafı bir tərəf olurlar. Əsasını, fundamentini qoyanlar olur. Ona görə də mən deyərdim ki, eşq olsun Qazax cəmaatına, mən deyərdim ki, eşq olsun İncədərə cəmaatına.
Mən derdim ki, məhz eşq olsun kəmərli cəmaatına. Mən derdim ki, Allah ruhunu şad eləsin İsmail əminin. Mən derdim ki, eşq olsun Ocaqlı tayfasına. Mən derdim ki, eşq olsun Süleymanovlara. Mən derdim ki, mənim böyük qardaşlarım, kiçik qardaşlarım, hamısı başda olmaq şərti ilə qoy Ocaqovlara, qoy Ocaqovların bu süfrədə əyləşənlərimizin hamısının ruhumuz, ovqatımız